Sürücülərin diqqətinə, cərimə balları sistemi dəyişir. Yol hərəkəti qaydalarını pozan sürücülərə tətbiq edilən cərimə balları sistemi yenidən gündəmdədir. Son dövrlər ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan biri məhz mövcud 20 ballıq limitin gələcək taleyi ilə bağlıdır. Bu sahədə qanunvericiliyə müəyyən düzəlişlərin edilməsi nəzərdə tutulur. Belə ki, Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə hazırlanan layihə əsasında Milli Məclisdə müzakirələrin aparıldığı bildirilir. Mövzunun bu qədər geniş rezonans doğurmasının əsas səbəbi bir çox sürücünün mövcud həddindən artıq sərt hesab etməsidir. Toplanan balların qısa müddətdə 20-yə çatması və nəticədə sürücülük hüququnun məhdudlaşdırılması narazılıqların əsas səbəbinə çevrilib. Bu narazılığın kökündə isə daha çox dayanma və durma qaydalarının pozulmasına görə hesablanan ballar dayanır. Səkiyə çıxma, piyada keçidinə və ya yol ayrıcına yaxın məsafədə parklanma, avtobus zolağına daxil olma, eləcə də ikinci cərgədə dayanma kimi xətalar həm pul cəriməsi, həm də əlavə cərimə balı ilə müşayiət olunur. Müzakirə edilən variantlar arasında pul cərimələrinin saxlanılması, lakin bəzi xətalar üzrə balların ləğv edilməsi, yaxud ümumi bal limitinin müəyyən qədər qaldırılması kimi yanaşmalar yer alır.